Siz dostlar, bugün de sizinle kartof püresini pişirmeyi sizinle paylaşacağım. Əvvəlcədən bir qaşıq yağı tavaya döküb əridirik. Sonra isə əvvəlcədən bir baş soğanı soyub üzərinə xırda-xırda doğrayırıq. Xırda-xırda doğrayıb üzərinə duz istəyənə görə istəsəniz siyot da əvəz edə bilərsiniz. Doğrayıb soğanı. Sonra bunu qızardırıq. Qızardandan sonra mən əvvəlcədən bişirdiyim 5 ədəd kartofu soğanı qızardandan sonra soğana əlavə edəcəm. Soğan qızardı. Kızarandan sonra əvvəlcədən 5 ədəd pişirdiyim kartofu əzdim. İndi qızarılan soğanın içərisinə dökürəm. Sonra isə yavaş-yavaş soğanı kartofun üzerine yavaş-yavaş çevirdikçe əzirəm. Pişəndən sonra üzerine göyərti də əlavə edə bilərsiniz. Bizdə göyərti yeyilmir deyənə mən üzerine göyərti əlavə etmirəm. Zövqa görə istiyot da əlavə edə bilərsiniz. İndi isə yaxşı qarışdırıram ki, soğanlar kartofun içərisinə yaxşı qarışsın. İndi isə son halını sizə göstərirəm. Bişirin, yeyin. Çox asan və dadlıdır. Sizdən bəyənmənizi və yorumlarınızı yazmağı gözləyirəm. Siz yorum yazdıqca, bəyəndikcə mən də bildiyim yeməkləri sizinlə paylaşacağım. Baxdığınız üçün təşəkkür edirəm hər birinizə.